Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Esselatu vesselamu ala Resulillahil amin. Seyyidina ve Mevlana ve Tabibi kulubina ve Şefii zunubina Ebil Qasimil Mustafa Muhammed ve ala alihil masuminel mukarremin la siyyumel hücceti ruhi ve arvahul alemin li turabi maqdamihil fida amma ba'd. قال الله الحكيم في كتابه الكريم أعوذ بالله من الشيطان اللعين الرجيم ومن المؤمنين رجال صدقوا ما عاهدوا الله عليه فمنهم من قضى نحبه ومنهم من ينتظر وما بدلوا تبديلا صدق الله العلي العظيم. Allah rahmet eylesin bütün Ehl-i Beyt şairlerin, bütün gelmiş, geçmiş İmam Hüseyin Ehl-i Beyt mədhindən, təziyəsindən yazan şairlərimizə, o cümlədən Seyyid Əzim Şirvaniyə. Hər kəs ki Hüseyin tək olmaz aşiq, zövqi ələmi səfanı bilməz. Nuş eyləməyən meyyi bəlani, keyfiyyəti Kərbəlanı bilməz. Deyir, şeirin axırında bu misralarla tamamlayır. Arif bu əzadə sinə dağlar. Arifdən deyir, məqsəd İmam Zamana işarə eləyir. Arif bu əzadə sinə dağlar. Seyyid o şəhə ümidin bağlar. Seyyiddə İmam Zamana ümid vardı. Hər kəs ki bu macərada ağlar, məhşərdə qəmu bəlanı bilməz. Hər kəs ki bu macərada ağlar, məhşərdə qəmu bəlanı bilməz. Allah bizi İmam Hüseynə həqiqi əzadar olanlardan qərar versin. Elə bir müsibətli günləri, elə bir əzalı günləri yaşayırıq ki, Mövlamız İmam Zamanımızın da qəlbi qan ağlayır. İmam Zamanla həm dərdik, həm şərikik. Ayətullah Fişarəci yazırlar həyatında ki, Aşura günü idi, heyyətlər dəstə-dəstə məscidin önündən keçirdi, sinəzənlər, mərsi edirlər. Aşura günü neçə-neçə heyyətlər orada deyir, iştirak edirdi. Bu da deyir, alimdir, müctəhiddir, əmmamə başında əba-qəba əynində dayanıb deyir, bu dəstələrə, heyyətlərə deyir, baxır. Qəflətən deyir, gördü ki, çəkmələrin çıxartdı, əbasın, qəbasın deyir, soyundu, başındakı əmmaməni götürdü, ayaq yalın üz aldı dəstələrin içinə, başladı, başına vura-vura, va Hüseyna deməyə deyir. Deyir, məclis yekunlaşdı, heyyətlər dağıldı, getdi. Dostlarından biri soruşdu ki, ağa nə oldu, nə səbəb oldu ki, durmuşdunuz, baxırdınız, elə alim, ruhani bir başda durar, əzadarlıqda iştirak eləyər, o libas, o giyimi birdən soyunmağınız və məclisə ilə müdaxilə eləməyiniz, deyir, bu sözü dedi. Dedi ki, mən necə əba-qəbada dayanım ki, İmam Zaman ayaq yalın, baş açıq, onların içində sinə vururdu, əzadarlıq eləyirdi. Mən orada dayana bilməzdim. Bax, bu həqiqətlərdir. Hər bir mərasimin özünə məxsus qeyd olunma adət-ənənəsi var. Hər bir mərasim bir cürə keçirlər. İmam Hüseyin əzadarlığının da xüsusiyyəti var. İmam Hüseyin əzadarlığının özəlliyi var. Tarix boyu əlimizə gəlib çatan ənənələr var, adətlər var. Hansılar ki, onları Əhl-i Beyt xətti ilə, Əhl-i Beytin rizayəti ilə, istəci ilə bugün gəlib əlimizə çatıb. İmam Hüseyin əzasının ən gözəl zinəti
ən gözəl halı əzadar üçün İmam Hüseynə göz yaşı axıdmaqdır. Ağlamaqla hər kəs Hüseynə öz istəyin, öz iradətin bildirir. Öz sevgisin bildirir. Ziyarətlərdə İmam Hüseyn əleyhissalama salam veriləndə bu cümlə işlədilir. Əssəlamu aleykən ya qətiləl əbərat. Salam sənə ey göz yaşlarının şəhidi. Ayrı bir hədisdə İmam Hüseyn əleyhissalamın öz dilindəndir. Buyurur, ənə qətilul əbərə, mən göz yaşı şəhidiyəm. La yəzkuruni mu'minun illa və bəka. Elə bir mömin olmaz ki, məni xatırlasın və ağlamasın. Elə bir mömin olmaz ki, mənim adımı onun yanında çəkilsin, qəmlənməsin. Hər hansı bir xatırlatmanın özünə məxsus təsiri var. İnsan bəzi şeylər var, xatırlayır, peşmançılıq hissi keçirdir. Bəzi şeylər var, xatırlayır, həsrət çəkir. Kaş belə olmazdı deyir. Bəzi şeylər var, xatırlayır, sevinir, sevincə qərq olur. Allah deyir, əla bi zikrillah tətməinnul qulub. Allahı çox yad eləyin. Allahı yad eləmək qəlbləri aramlıq gətirir, qəlbləri sakitləşdirir. Deyir, nəfsün tuğyan eləyir, səni günaha sövq eləyir, günaha dəvət eləyir. Və zəllilhu bi zikril maut. Ölümü xatırlatmaqla nəfsü zəlil elə, xar elə. Ölümü xatırlatmaqla nəfsü xar elə. Bəs bəzi xatırlatmalar var, özünə məxsus təsiri var. Amma Hüseynin xatırlanmasının da bir dərin kökü var. Hüseyni mömin xatırlayanda gözündən yaş gəlir. Hüseyn məclisində mömin iştirak eləyəndə gözündən yaş gəlir. Hüseynlə göz yaşının nə əlaqəsi? Niyə görə İmam Hüseyn deyir, mən göz yaşlı şəhidiyəm? Elə bir mömin olmaz ki, məni xatırlasın, ağlamasın. Baxın, insanın dili, ağlının, təfəkkürünün təcəssümüdür. İnsan danışanda bilinir kimdir. Dil tərcüməçidir insanın zəkasına. Bir insan danışır, danışan kimi bilirsən ki, bu hansı düşüncəyə sahibidir. Bunun düşüncəsi nədir? Əleyhissalam buyurur ki, hər bir kəs dilinin altında gizlənib. Yəni, dilinin altında gizlənib nədir? Yəni, bir şəxsə baxarsan, onun boyu, heybəti, yaraşığı, ya çirkinliyi səni alladar. Amma elə ki, başlayar danışmağa, bilərsən bu necə adamdır? Alimdir, yoxsa cahildir? Alimdir, nadandır. Dil, ağlın tərcüməcisidir. Elə ki, başlayır insan, tukəlləmu turəfu, əleyhissalam ayrı yerdə buyurur. Danışın ki, tanıyaq. Bu, el misalı deyir, adamı giyiminə görə qarşılayarlar, ağlına görə yola salarlar. Bir məclisə gedərsən, baxarlar, giyimin səliqəli, səni hörmətlə, izzətlə qarşılayır. O məclisdə elə bir söz işlədərsən, elə bir ifadə ağzından çıxar ki, o söz sənin gəlişivə, qarşılanmağa uyğun gəlməz. Sən gedəndə arxonca çıxmazlar. Dil düşüncəvi ortaya qoyur. Deyirlər, göz yaşının da qəlblə belə əlaqəsi var. Ağlamaq qəlbin sağlamlığının əlamətidir. Göz yaşının qəlblə əlaqəsi var. Əslində gözümüzdən axan yaş qəlbin rəhmindən, mərhəmətindən xəbər verir. Hüseyn əleyhissalam buyurur, mən göz yaşları şəhidiyəm, yəni məni
qəlbi ilə sevən mən üçün ağlayacaq. Bu bir. İkincisi, Hüseynə ağlamaq, İmam Hüseyn məclisinin əsas hissəsi Hüseynə ağlamaq, ağlatmaq hissəsidirsə, yəni istəyirlər bizim qəlbimizi Hüseynə bağlasınlar. Əhl-i Beyt İmam Hüseynə ağlamağın fəzilətlərində nə qədər hədislər deyir. Niyə ağlamaqla, bu ağlamaq dünyəvi bəzi ağlamaqlardan fərq eləyir deyəcəm. Deyirlər, göz yaşı ki, qəlbin hasilidir, qəlbdən süzülür, gəlir. İstəyirlər qəlblərimizi vilayətə, Peyğəmbər Əhl-i Beytinə bağlasınlar. Sanki əhdi peymanımız təzələnir Hüseynə ağlamaqla qəlbimizdə. Hüseynə ağlamaqla qəlbidəki əhdi peymanımız təzələnir. Ağlaya bilməyənə nə deyirlər? Deyirlər, daş ürəklidir. Qəsavət getirir. Deyir, qəlbi daşlaşıb. Quran deyir, qəlbi daşlaşır. Vaylun lil qasiyyətil qulub. Vay olsun qəlbi daşlaşanların halına. Peyğəmbərdən soruşdular, ya Rəsulallah, əlaməti nədir ki, bir qəlb daşlaşır? Bax, biz bunu bilmirik. Qəlbidən də məqsəd insanın ruhi, daxili aləmidir. Deyirlər, ya Rəsulallah, hardan bilək qəlbimiz qəsavət bağlayıb, onu necə bilək? Dedi, qəlbin daşlaşmağının ilk əlaməti göz yaşının qurumasıdır. O da ağlaya bilməz. Qəlb daşlaşdı, ağlaya bilməyəcək. Vay o hala, insanın o halına ki, ağlaya bilmir. Deyir, kişi ağlamaz. Bəli, kişi ağlamaz. Namərd qabağında kişi ağlamaz. Dünyaya görə kişi ağlamaz. Heç dəyməz də ağlamağa. Amma kişi bəzi dəyərlərə görə ağlamalıdır. Ağlamalıdır ki, o kişi dəyər tapsın. Kişi ağlamaz, bəli, kişi acizlikdən ağlamaz. Kişi zəifliyindən ağlamaz. Quran-ı Kərim buyurur, və izə səmi'u ma unzilə ilə rəsul. Əgər ağlamağa biz ayə axtarırıqsa, bax, bu ayəsidir. Və izə səmi'u ma unzilə ilə rəsul. Peyğəmbər, sənə nazil olanı, ayələri eşitdikləri zaman hətta ə'yunəhum təfidə minəddəm. Onların gözlərində yaş görərsən. İman əhli, sən onlara Quran ayəsi oxuduğun zaman gözlərində yaş görərsən. Niyə görə ağlayırlar? Mimma ərəfu minəl həq. Haqqdan bildiklərinə görə, haqqı qavradıqlarına görə, həqiqəti dərk etdiklərinə görə ağlayırlar. Dilə bu ayə Nəcaşinin barəsində gəlmişdi. Müsəlmanlar ilk hicrət elədi. Həbəşistana Peyğəmbərin göstərişi ilə. Nəcaşiyə Əleyhisselamın qardaşı Cəfər Təyyar bir xütbə eləyirdi gəlişi münasibəti ilə. O xütbədə bir neçə dənə ayə oxudu. Nəcaşi də xristiyan idi. Kitab əhli idi. Həzrət İsa'nın dinində idi. Elə ki ayələrdir oxundu, Nəcaşi ağlamağa başladı. Allah da Peyğəmbərə deyir ki, bu həqiqətdir. Qəlbi haqqa tanış olan hər kəs haqqı görəndə ağlayacaq. Yəni, o ağlamaq, acizlik ağlamaqdır. O, mərifətdən doğan gözyaşıdır. Hüseyn əzasında da biz ağlayırıq, mərifətdən doğan gözyaşıdır. Həqiqətlə rastlaşırıq. Gözümüz etiraf eləyir. Deyir ki, ya Əbu Abdillah, sən necə bir eşqsən, sən necə bir güc qüdrətsən ki, səni ilə dünya mübarizə apardı, sənə qalib gələ bilmədi. Səni 14 əsr öncə qərib bir yerdə, kimsəsiz, tək, tənha, ətrafı sardılar, bağladılar, mühasirəyə aldılar, bir-bir ətrafı qətlə yetirdilər. Sənin başını kəstilər, sözü dünyada qadağan eləsinlər, səsin dünyaya yayılmasın, bugün dünya ya Hüseyn deyir, sinəsinə vurur. Bax, ma ərəfu minəl həq budur. Baxırıq, görürük ki, Hüseyn necə haqdır, nə boyda Allahın nişanəsidir ki, dünya
İmam Hüseynlə mübarizə aparmağa çalışdığı halda heç kəs müvəffəq ola bilmədi. Başın kəsdilər ki, səsi eşidən olmasın Hüseynin səsin. Həlimin, Nasirin, Yənsurni, ay qəlbində imanı, vicdanı olan mənə kömək etməyə hazırsan sözünü bugün bütün dünya eşitməkdədir. Bax, mimma ərəfu minəl həq və budur. Quranda ki, gerək haqqı görəndə mömin gözü yaşarsın. Bu, ağlamaq, acizlik ağlamağa deyir. Biz ürəklə sinxiyyət təşkil edir gözyaşı. Allah da Hüseynə ağlamaqla bizim ürəklərimizi İmam Hüseynə yaxın edir. Məhsumlar da ağlayıb. Təşviq eləyiblər o məclislərin keçirilməsinə. Ümumiyyətlə, ağlamaqdan, əgər söz açmışıqsa, din ağlamaqdan bezardır. Ağlamaqla çox şey əldə edə bilir insan. Göz yaşının bir qiymətli gövhərliyi var. İnsan çox şey əldə edə bilir. Peyğəmbər bir gün bir məclisdə danışırdı. Danışığı əsnasında gördü bir kişi başladı ağlamağa. İndi keçmişin yad elədi, günahını yadına saldı. Ya o mövzuya dair həssaslığı var idi, işim ondan yox. Başladı ağlamağa deyir, Peyğəmbər dayandı deyir. Dayandı və bu cümləni dedi. Dedi, əgər ey məclisdə oturanlar, hər biriniz dağlar boyda günahla belə oturmuş olsanız burada, bir dənə bu kişinin ağlamağına görə Allah hamd olsun keçəcək. Çünki o ağlamağı ilə, o gözyaşı ilə Allahın rəhmətin elə cəlb elədi bu məclisə. Allah hamd olsun keçəcək. Deyir, İmam Hüseyin deyir, mən gözyaşının şəhidiyəm, bir mənası da budur. Həmən o ilahi rəhmətin o məclisə yaxınlaşması. Yoxsa və illə İmam Hüseynin bizim ağlamağımıza nə ehtiyacı var? İmam Hüseyin deyir, mən gözyaşı şəhidiyəm. Yəni, mən bir rəhmətin müjdəçisiyəm, bir rəhmətin vasitəçisiyəm ki, mənə ağlamaqla belə cənnətə gedəcək insanlar. Mən o ünvanda gözyaşı şəhidiyəm. Hərə bir formada vasitə axtarır da, günahı bağışlansın, cənnətə getsin, elə deyir. Məscidə gəlir, namaz qılır, ziyarətə gedir, ehsan eləyir, yaxşılıq eləyir. İmam Rıza Aleyhisselam buyurur, İn bəkeytə əla Hüseyin ibn Əli Aleyhisselam hətta təsirə dumu'ukə əla xəddik. Rəyyan ibn Şəbibə deyir, əgər Hüseynin müsibətinə ağlaya bilsə bir nəfər, ağlasa, gözündən damla yaş yanağına süzülməyə başlayan kimi Qəfərəllahu ləkə kullə zəmbin əznəbtə. Allah bütün günahların bağışlayacaq. Səğirən kanə əv kəbirən. O günahlar kiçik olsun, böyük olsun, fərq eləmir. Qəlilən kanə əv kəsirən. Az olsun, çox olsun, fərq eləmir. Ona görə İmam Hüseyin məclisində əsas əzadarlığın əsas hissəsi ağlamaq tövsiyə ediblər, ağlayın. Ağlayan, ağladan, hətta özün ağlayana bənzədən belə burada əli boş getmir. Yəni, qəmli otursa belə, nəfsul məhmum li zulmünə ibadə. Yəni, qəmlənsə belə bir adam ağlaya bilmir. İndi xaraktercə vardır bəzi insanlar ki, ağlaya bilmir. Ağlayır adam var, ildə bir dəfə ağlayır, o da halı çox pis olur, narahat olur. Amma elə qəmlənsə də, gözləri dolsa da, alıb, Allahdan istədiyini alıb. Qəfərəllah, Allah bağışlayıb onu. Deyir, ariflər deyir, bir nəfəri getirdilər bir arifin huzuruna, dedilər ki, nə bilirsən bunun üçün, neyniyək, istəyirik bunu düz yola getirək. Pis bir işlərin ardıca gedir, pis işlərə qurşanıb, günah əhlidir, ibadətdən uzaqdır, məsciddən uzaqdır. Neyniyək biz bunu getirək, haqqın yoluna qaytaraq? Dedi ki, aparın onu İmam Hüseyin məclisinə. Aparın onu Məhərrəmdə Hüseyin əzadarlığına. Əgər orada ağlasa, bu düzələcək. Yəni, qəlb daşdaşmayıb elə. Qəlb daşdaşmayıbsa, dəyərli adamdır o. Qiymətli adamdır o.
O düzələcək, islah olacaq. Bir hədisdə deyir, yerindən qalxmamış o məclisdə günahları bağışlanacaq. Bəs din ağlamağa qorxaqlıq demir. Fəzilətdən doğan ağlamaq dəyərlidir. Tuba lissuretin nəzərəllahu ileyha təbki əla zəmbin. Bir ağlamaq da var, qiymətlidir. Bax, bu Hüseynə ağlamaq insana bəzi ağlamaqlara qapı açır, fürsət açır. Deyir, xoş o surətə ki, o simaya ki, Allah ona baxanda, o da günahların xatırlayıb ağlayır. Allah o gözə müştəridir. O göz çox qiymətli gözdür. Deyir, alicənab insanların xasiyyətidir. Keçmişdəki qüsurların yada salıb ağlayarlar. Daha onu bəhbəhlə danışıb cəmaat içində gülməzlər. Elədiyi günahlara görə hər dəfə yadına düşəndə gözləri yaşarır. Tər gəlir onun alnına, narahat olur. Kərim insanlar bu cürdür. Hər fürsətdə gözündə yaşı var o günü üçün. Narahatdır. Tuba, deyir, xoş o kəsin alnına ki, günahına görə ağlayır. Alimlər, ariflər gecənin əvvəlin ağlayardılar, sübhə qədər ağlayıblar, ibadət eləyiblər. Əl-bukkauna xəms. Deyir, dünyada 5 dənə çox ağlayan olub. Bukkaun, yəni ən çox ağlayan 5 nəfər olub. Biri Həzrəti Adəmdir. Biri Həzrəti Yəqubdir. Biri Həzrəti Yusifdir. Bunlar bilirsiniz. Həzrəti Fatimədir biri. Peyğəmbərdən sonra çox ağlayıb. Deyir, gecə də ağlayırdı, gündüz də ağlayırdı. Və 5-incisi Əli ibn Hüseyn. İmam Hüseynin oğlu, İmam Səccad. 34 il ağlayıb. İmam Hüseyn müsibətinə 34 il ağlayıb. Deyir, dedilər, ağa, bəs olmadı. Bəs olmadı bu ağlamağın. Deyir, bir dənə sözdədir. O sualı verən peşman oldu. Dedi, mənə də görüm, Yəqubun bir dənə Yusifi itmişdi, Yusifi qardaşları aparmışdı, oğurlamışdı. Yəqub hələ peyğəmbərliyi ilə bilirdi Yusif sağdır, o qədər ağlamışdı ki, gözləri tutuldu. Quran deyir, وَبِيَدَّتْ عَيْنَاهُ مِنَ الْحُزْنِ. Gözünün qarası getdi, gözü ağardı ağlamaqdan. Deyir, bir halda ki, bir Yusifini itirmişdi. Hardasa bilirdi ki, sağdır, təsəllisi var idi, sağdır. Dedi, mən necə ağlamayayım ki, gözümün qabağında Yusiflərimi doğradılar, başını kəstilər. Mənə necə deyəm, Yəquba kim dedi ki, ağlama? Kim cürət elədi dedi ağlama, bir halda ki, Yusif sağ idi. Mənim Yusiflərimi doğradılar gözümün qabağında. Deyir, İmam Səccad keçirdi, deyir, qəssab dükanının qabağından, ağlayırdı, baxırdı, ağlayırdı. Cümə günü burada olanlar bilirlər. Mən işarə elədim, İmam Zaman bilir bəzi rozələri, biz bilmirik. Adamın ürəyin partladan hadisələr var Kərbəlada. 34 il bir nəfər ağlayırsa bir müsibətə, məlumdur ki, burada adi barışılası hallar yoxdur. Normalda başın sağ olsun, səbirli ol, keçsin, belə söhbət yoxdur burada. 34 il su görür, ağlayır, süfrə görür, ağlayır. Bir heyvanın deyir, başını kesir, qəssab dedi, ağa, buyur, niyə ağlayırsan? Dedi, bir söz soruşacağım səndən. Dedi, soruş. Dedi, su vermirsən buna. Su vermirsən başını kesməmişdən qabaq. Dedi, ağa, bəli, müsəlmanlıq şəriyyətimizdə bu var. Başladı ağlamağa. Dedi, Cəddi Hüseyni gözümün qabağında susuz kəstilər başını. Ona görə ağlayıram. Ağa, niyə süfrə görəndə ağlayırsan? Dedi, biz ac idik, biz böyük idik, dözürdük. Qızlarımız, kiçik körpələrimiz var idi. Onlar bizim gözümüzün qabağında çörək yiyirdilər.
ki, biz əl uzadaq onlara, yalvaraq ki, bizə bitkə ver. Ona görə süfrə görəndə ağlayıram. Ona görə deyirlər, ağlayın Hüseyni, ağlayın. Fəələl bakun yəbkunə lil Hüseyn ibn Əli. Gerək dünyada bütün ağlayanlar Hüseyni ağlasın. İn kunta bakiyən li şeyin fəbki lil Hüseyn ibn Əli. Əgər ağlamalı bir hala düşdün, ağlamaq istəyirsənsə, deyir, heç nəyə ağlama. Hüseynin yadva sal ağla. Geçmişdə kişilər bu cürdür. Oğlu ölürdü, başına vurur, dedi, vay Hüseyin, vay Hüseyin. O kişi sənin oğlun ölüb, dedi, mən oğlumu ağlasam, o ağlamaqda bir şey yoxdur. Amma Hüseynə ağlasam, orada hər şey var. Oğlum bəhanə eləyirdi, Hüseynə ağlayırdı. Bir ağlayan da var tarixdə ki, aləmə qovğa saldı. Bu gecə onun zikri müsibətini istəyirəm oxuyan Həzrəti Rüqəyyə. Salam olsun İmam Hüseynin 3 yaşlı nazidana balasına. Elə ağlayırdı. Heç kəs olundura bilmirdi. Lap əvvəldən danışım. İmam Hüseyin meydana gedir sonuncu dəfə. Bunları hər il danışırıq sizə. Bu məclisin zinətidir bu sözlər. Heyifdir bunlar danışılmasa. 3 yaşında qız atası ilə son görüşür, son dəfə vidalaşır. İmam Hüseyin mindi rikabına, atına, suvar oldu, istəyir gedə meydana. Gördü Zülcənah getmir. Zülcənah getmir, baxdı, gördü ki, bir nəfər atın ayaqlarını qucaqlayıb, qabaq tərəfdən qoymur at geçsin. Həzrət gördü xanım Rüqəyyədir. Dedi, qızım, çəkil qoy gedim, yubanıram. Dedi, ata, yox, gerək atımdan düşəsən yerə, məni qucağıva alasan, məni nəvaziş eləyəsən, ondan sonra mən səni buraxacam, gedəsən. İmam Hüseyin ağa deyir, düşdü atından yerə, Rüqəyyəni aldı qucağına, mindillə onu nəvaziş elədi. Dedi, qızım, burax gedim. Dedi, ata, mən bilirəm bəzi şeyləri, eşitmişəm bibim Zeynəbdən. Bu gedişin sonu olmayacaq, amma mən sənin üçün darıxacağam. Mənə belə bir söz deyinəm, mən səni buraxım. Deyir, xanım Rüqəyyənin qulağına İmam Hüseyin ağa bir söz dedi. Bəzi tarixdə yazırlar, xanım Rüqəyyə İmam Hüseynin qucağında yatdı. O qədər nəvaziş elədi, onu yatdı. Ayıldı, dedi, ata, get, dayanma, get. Sonradan soruşurlar, xanım deyir ki, anam Zəhranı gördüm, deyir, dedi, qızım Hüseyni yubatma, bizim qonağımızdır, bizə tərəf gəlir, balamı yubatma. Bəzi məqtəllər yazır, İmam Hüseyin xanım Rüqəyyənin qulağına dedi, qızım, narahat olma, ilk görüşümə gələn sən olacaqsan. Əhl-i beytimin içindən mənlə görüşən sən olacaqsan. Şamda sənə qonaq gələcəm deyir. Bunu dedi, xanım Rüqəyyə ayrıldı, buraxdı İmam Hüseyni meydana. Kərbəla hadisəsi tamamlandı, əsirləri aparırlar, yol boyu deyir, Zeynəbdən soruşurdu. Bibi, Şama nə vaxt çatacaq? Çatdılar deyir Şama, Şamda bir xarabalıqda bir məhbəslik, üstü açıq bir yerdə Peyğəmbər ailəsini saxladılar deyir. Elə bir yerdə saxlamışlar, bazarın qabağı idi, uşaqlar atalarının, analarının əlindən tutur, gedirlər evə. Deyir, bibi, bunlar hara gedir? Deyir, xanım dedi, evlərinə gedir qızım. Dedi, bibi, bəs biz nə vaxt evimizə gedəcəyik? Mənim atam nə vaxt səfərdən qayıdacaq? Rüqəyyəni hər dəfəsində bir dillə ovunduran xanım Zeynəb gecənin bir aləmi Rüqəyyə ayılır. Ya əbəta elə uca səslə deyir, ağlayır, heç kəs aram eləyə bilmir. Atacan, səni görmək istəyirəm. Ata, bəs mənə söz vermişdin, Şamda görüşəcəyik, bu da Şam. Niyə mən səni görə bilmirəm, haradasan? O qədər uca ağladı ki, deyir, səsi Yezdin qəsrinə çatdı. Gecənin bir aləmi Yezid deyir, oyanıb yuxudan dedi, bu kimin səsidir? Dedilər, Hüseynin qızıdır. Dedi, nə istəyir? Dedi, Yezid, kaş su istəyəydi, kaş çörək istəyəydi, kaş başqa bir şey istəyirdi. Elə bir şey istəyir ki, mümkün deyil. Dedi, nə istəyir? Dedi, atası Hüseyni istəyir. Deyir, baxdı sağına, soluna, dedi, aparın atasının kəsiyi başını qoyun onun qabağında.
ki onun səsi gəlməsin. Bir siniyə qoydular İmam Hüseynin kəsik başı. Bunu hansı faciəyə, hansı qəddarlığa yazasan. Deyir, üstünü örtdülər, o xarabalığa deyir, Həzrəti Zeynəb gördü ki, gəlir bir nəfər, tələsik gəlir. Həzrəti Zeynəb bildi, dedi, yox, olmaz. Qoymaram içəri girəsiz. Deyir, Həzrəti Zeynəbi itələdilər kənara. Xanım Rüqəyyə başını qoyub dizlərinə ağlayır. Başını qaldıranda gördü qarşısında bir sini var, bir təbəqdir, üstü bağlı. Üzünü çevirdi Həzrəti Zeynəbə, dedi, bibi, mən sizdən yemək istəmədim, su istəmədim, qəza istəmədim. Bu nədir? Deyir, əllərindir, götürdü, yaxınlaşdırdı, örtüyü o təbəqin üstündən götürəndə İmam Hüseynin deyir, başını gördü. Həzrəti Zeynəb, Həzrəti Rüqəyyə deyir, tez durdu ayağa. Durdu ayağa, dedi, Zeynəb bibi, atam səfərdən gəldi. Atam səfərdən gəldi. Deyib, başladı ona, deyir, şikayətlərini eləməyə, deyir, qolunu göstərdi, dedi, ata bax, qolumu göyərdiblər, qoluma taziyanə ilə, qamçılla vurublar. Mən sənin üçün darıxanda, səni istəyəndə vururdular məni. Ayağının deyir, altını göstərdi, dedi, ata bax, çölün tikanları ayağımın altını gör neyniyib. Bir bu dilləri deyir, danışır İmam Hüseyndən. Ya əbəta, mən zəlləzi xəzəbəkə bidimaik. Bax, dedi İmam Hüseynin başına gördü, hər tərəfi qandır. Dedi, atacan, səni kim qanva buluyub? Ya əbəta, mən zəlləzi qətə'vəridək. Atacan, boğazının damarların kim kəsib? Ya əbəta, atacan, mən zəlləzi əytəməni fi siğəri sinni. Atacan, məni bu kiçik yaşda kim yetim qoyub? Həzrəti Zeynəb deyir, gördük, deyir, Rüqəyyə istəyir İmam Hüseynin başını götürə, basa ürəyinin var, qucaqlamaq istəyir İmam Hüseynin başını. Amma deyir, nə qədər elədi, gücü çatmadı. Başladı dolanmağı İmam Hüseynin deyir, başına, sonra deyir, əyləşdi yerə, ürəyin qoydu İmam Hüseynin başının üstünə, deyir, sakitləşdi. Dedi ki, Rüqəyyə sakitləşdi, aram oldu. Amma deyir, biraz keçmişdi, deyir, çağırdılar xanımlar, səslədilər, gəldilər, yaxına gördülər, Rüqəyyə canını tapşırıb. Rüqəyyə canını tapşırıb. Səyyələmullezine zələmu eyyəmun qələbin yənqəlibun, nəsəlükəllahümə və nədbuk, bismikəl azimil əzəm, əl-əzzil əcəllil əkrəm, və bil məzlumiyyəti Hüseyin, ya Allah, ya Allah, ya Allah, ya Allah. Ya Allah, ya Allah, ya Allah, ya Allah, ya Allah, ya Allah, ya Allah. İlahi dərgahına uzanan əlləri sinələrimizə naimid qaytarma. Dünya və axirət bizləri Əba Abdullah Hüseyndən, övlad Hüseyndən, övlad Əlidən ayrı salma cinə. Maddi mənəvi müşkül və çətinliklərimizi asan elə cinə. Xəstələrimizə şifayı acil mərhəmət elə cinə. Qəriblikdə olanlarımızı, səhi salamət, əsərlikdə, əsirlikdə olanlarımızı sağ-salamət ailələrinə qovuşdur günə. Yaddan çıxan duaları barəmizdə müstəcab elə günə. İzzət, başucalıq sənin qapındadır, sənə bəndə olmaqdadır. Ölən günə qədər izzətimizi əlimizdən alma günə. Bizləri dini və İslamı və xidmət edənlərin yaxşılarından qərar ver günə. Gücümüz çatmayan bəla və çətinliklərlə bizləri imtihan eləməcinə. İlahiyan verir rəhmi və mərhəmət və bu əza günlərin bu məhərrəm səfər ayını ömrümüzə sonuncu məhərrəm səfər ayı qərar verməcinə. İlahan verir rəhmi və mərhəmət və izzət və cəlalı və ağamız, Mevlamız, İmam-ı Zamanı səlamət eləcinə. Həzrətin duaların möminlərin halına şamil eləcinə. Ağamızın gəlişində günü-gündən, saat və saat təcil qərar verginə. Ağamızın salamatçılığına, zühurunda, təcillinə, Kərbəla şəhidləri, vətən uğrunda verilən şəhidlərimiz, boynumuzda haqqı olub dünyasında işənlər, üləma, füzəla, süləha, şühəda, Muhammed və ali Muhammedə salavat edəyək.